Ruhu şad olsun. Biraz əvvəl danışanda da qeyd etdik ki, müharibənin ilk günləri həqiqətən çox ağır idi, çətin idi. Bütün döyüşlər ağırdı, çətindi. Amma o 30 il o Ohanayan xətti ki, yaratmışdılar, Allah ermənilərə lənət eləsin. Yəni, bax, bizim belə qəhrəman şəhidlərimizin böyük qəhrəmanlıqları nəticəsində, şücaətləri nəticəsində Ohanayan xətti yarıldı və həm də olsun cənabimizə ki, torpaqlarımızı azad etdilər. Nə qədər bu fani dünyada varıq, zaten hər zaman bunlara borcluyuq. Bu torpağın üzərində hərəkət edəndə gərək onları unutmayaq. Quran-ı Kərimdən bir ayə mən qeyd etmək istəyirəm. Həzrət Loğman surəsində elə bir kəlam var, deyir, hərəkət edəndə yer üzündə ayağınızı möhkəm yerə vurmayın. Nə qədər möhkəm vursunuz yeri parçalaya bilməzsiniz. Yəni, ayağımızın altında torpaq ki, gəzirik, biz hər addımımızda şəhidlərimizi fikirləşməliyik. Çünki bu torpağın üzərində rahat gəzməyimizin səbəbkarı məhz onlardır. Onlar bu torpağın altında yatmağa razı oldular. Canlarından, qanlarından keçdilər ki, biz gələcək nəsil rahat bu torpaq üzərində gəzsinlər. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirəm. Allah sizlərə can sağlığı versin. Nə qədər ömrümüz var, şəhid valideynlərinin xidmətində, qulluğunda varıq, əlimizdən gələni. Eyni zamanda şəhidlərimizin tanınması ilə bağlı fərq eləməz. Biraz əvvəl danışanda da qeyd etdik. 90-2023 bu bizim Azərbaycanımızın tarixidir. Biz bu tarixi yaşatmalıyıq, unutmalı deyilik və gələcək nəsilə də təbliğat etməliyik ki, unudulmasın. Zaten unudulmayacaq. Mən ölüb gedəcəm, unudulacam, ancaq onlar unudulmayacaq. Nə qədər müstəqil Azərbaycanımız var, nə qədər müqəddəs kitabımız Quran-ı Kərim var. Çünki şəhidə şəhid adın ilk o statusu verən Uca Rəbbimizdir. Nə qədər müsəlmançılığımız var, Quranımız var. Şəhidlərimiz yaşayacaq. Allah ruhlarını şad eləsin. Yaralılarımıza, xəstələrimizə, qazilərimizə Allah can sağlığı versin. Müharibə iştirakçılarına can sağlığı versin. Səngərdə olanlarımızı qorusun inşallah. Allah sizlərə də səbr versin, şəhid əhaliləri. Zaten Allah yanında sizin dəyərlisiniz. Şəhidlər Allah yanındadır. Quran buyurur. Sizin də dəyəriniz var Allah yanında. Məqamımız ucadır. Amma bizim də vəzifəmiz budur ki, sizlər haqqında həmişə müsbət fikirdə olaraq sizləri tanıtdıraq, sizlər haqqında inşallah cəmiyyətə təbliğ edək. Allah ruhun şad eləsin qardaşım, Allah sizlərə səbir versin. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin, onların müqəddəs ruhunu hər birimizə inşallah duaçı qərar versin. Amin ya. Allah ruhlarını şad eləsin. Sağ olun.